Hər vaxtınız xeyir. Bugün sizə möhtəşəm bir 6 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Evimizin həyətidir. Darvazdan girəndə solda belə bir besetkası var. Darvazanın üstü, besetkanın altı, həyətin hasarın qıraqları və belə gecə işıqlandırmalarıdır. Möhtəşəm evdir. 3 sot torpaq üzərində tikilib, evin yanına, arxasına, sağına keçməyə yeri var. Evin altı maşın üçün qaraj və yardımçı otaqlar. Onları da göstərəcəm. Tam qoşadaşlı. Birinci mərtəbə beton monolit. 2 ilə 1-in arası beton monolit. Yuxarıdan da beton kəməri. Hündür quru ərazidir. Daxil oldu evimizin içinə. Bax, belə bir dəhlizdir. Bütün birinci mərtəbə hamısı istipoldan ibarətdir. Evimizin iri bir mətbəxi. Belə bir mətbəx. Burada bir otaq. Belə bir otaqdır. Bu otağın pəncərəsi öz həyətinə baxır. Evdə olduğu ki, yaşlı adam olur, çıxa bilmir ikinci mərtəbəyə. Bunun üçün əla. Evimizin qonaq otağıdır. İri bir qonaq otağıdır. Pəncərələrin qabağı hamısı açıq, maneə kəsib eləmir. Bütün pəncərələri öz həyətinə baxır. Bir də xatırladan birinci mərtəbə hamısı istipoldur. Burada birinci mərtəbədən qaraja düşən yerdir. Mən sizə göstərəcəm. Pilləkənləri betonla yığılıb, üstü mərmər qranit. Bu da bizim ikinci mərtəbə. Başlayaq soldan. Burada bir otaq, otaqların hamısı iridir. Ətrafdakı tam yaşayışlı. Düz Masazır qəsəbəsində Altınölü məktəbi yanında sənəd kupçadır. Həm torpağın, həm evin kupçası var. Evi ipoteka şəhətdə götürmək olar. Burada da yenə iri bir hamamlı ayaq yolsudur. Qiymət 185.000 manat. Evimizin 3-cü otağı. Avtobusdan düşdün evə qədər düz asfalt küçə. Bax, burada eyvanı. Buradakı sonuncu 4-cü otaq. Düşün aşağıya. Düşün aşağıya. Evet, darvazdan başladım çəkilişə yenə də. Bu da birinci mərtəbənin aşağısında iri bir zirzəmsli. Yəni, kimsə burada da otaq kimi elə bilər. Burada qaraj. Aşağısı mən sizə göstərirəm. 185.000 manat. Görürsünüz, birinci mərtəbədən ikinci mərtəbədə arası birinci beton monolitdir. Burada da ki, zirzəmi ilə birinci mərtəbə arası yenə də beton monolit. Evin içindən düşən qapı. Bax, burada bir otaq. Kimsəsi bura otaq eləyər. Yenə də burada müxtəlif məqsədlər üçün ya da ki, otaq eləyib yaşamaq olar. Evə həqiqətində söz yoxdur. Tam kupçalı. Qeyd etdiyim kimi kupça əldədir. Masazır qəsəbəsində düz Altınövrəli məktəbin yanındadır. Yəni, real alıcı olsa qiymətdə razılaşmaq olar. Kim alsa Allah xeyir versin.